Salam hörmətli və əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Bu müraciətim müəllimlərin işə qəbul imtahanına hazırlaşan tarix müəllimlərinə, sertifikasiya imtahanına hazırlaşan tarix müəllimlərinə, müəllimlərin işə qəbul imtahanına hazırlaşan namizəd müdavinlərədir. Bizim fevral ayının əvvəlində, yəni qeyd olunan tarixdə fevral ayının 8-dən etibarən tarix fənni üzrə mix sertifikasiya hazırlarımızın qrupları fəaliyyətə başlayır. Hal-hazırda fevral qrupuna qeydiyyat prosesimiz davam etməkdədir. Biz tarix fənni üzrə müəllimlərin işə qəbuluna və sertifikasiya imtahanına hazırlıq olan qrupumuzda həftədə 3 dəfə 3-cü, 5-ci və bazar günləri 90 dəqiqə olmaqla dərslərə başlayacaq. Və proqram fevral ayının 8-dən başlanılır, may ayının 25-də başa çatır. Proqram 50 mövzunu əhatə edir, mayın 25-nə qədər və 70 mövzu testini əhatə edir, 40 ümumi sınaq imtahanı, 40 bölmə sınaq imtahanı, 15 xəritə sınaq imtahanı və digər bütün sosial, iqtisadi, mədəni və digər yenilikləri əhatə edən testlər, PDF-lər və digər materiallarla əhatə olunur. Və bizim dərslərimizin konteksti Zoom platforması və kurikulum az saytına əsaslanır. Zoom'da, məsələn, bizim əgər mövzumuz, tutaq ki, Qədim Romadırsa, Qədim Romanı müəllimə biz tapşırıq olaraq verdikdən sonra kurikulum az saytında Qədim Romanın mövzusunun video izahını aktiv edirik. Daha sonra Qədim Romanın testlərini aktiv edirik və ardıca müəllim dərsə hazır olur. Gəlir Zoom'a. Zoom'da biz 90 dəqiqə ərzində Qədim Romaya dair nə potensial var, onların hamısını ünvanlayırıq. Əgər qrupda 15-17 tarix müəllimi varsa və 20 aktiv iştirak edən, sual cavabda aktiv iştirak edən müəllim varsa, bölgü üzrə tam ədalətli qorunmaq şərti ilə hər müəllimə düşən sual payı gözlənilməklə 90 dəqiqə ərzində dərsimizi keçiririk. Burada bir çox məqamlar xüsusi diqqətə çatdırılmalıdır. Demək olar ki, əksəriyyətində dərslərin anarxiya və xaosla müşahidə olunan dərslərdən bizim dərslər tamamilə fərqlənir. Bizim dərsdə hər hansı bir səs ola bilməz. Qarma-qarşılığı ola bilməz, xaos ola bilməz. 90 dəqiqə ərzində səslər tamamilə bağlı olur. Hər müəllimin müvafiq bir zaman, bir vaxtı olur və həmin vaxtı müəllimin sadəcə adı hallandığı zaman səsi açır və onun üçün nəzərdə tutulmuş potensial 40-50 sualı cavablandırır və demək olar ki, 90 dəqiqə ərzində 2000-3000 sual cavab prosesi əhatələnir. Və müəllim nəinki sadəcə olaraq özünə ünvanlanmış 40-50 sual, digər müdavinlərə də ünvanlanmış suallardan öz üçün qeydlər götürür. Məsələn, tutaq ki, Nuranə müəllimə mən sual verirəm. Məsələn, onun 7 dəqiqə vaxtı var və ona təxminən 50 sual ünvanlayıram. Və onun vaxtı bitdikdən sonra keçirəm Əli müəllimə suallar ünvanlayıram. Əli müəllimə mən sual ünvanladığım zaman Nuranə müəllimə ona ünvanlanmamış Əli müəllimə ünvanlanan yeni suallarla səs bağlı olsa da tanış olmuş olur və Əli müəllimin bildiyi, lakin Nuranə müəllimənin bilmədiyi sualları da müəllimə qeyd edilir, öz üçün götürülür. Yəni, dərs o qədər həddindən artıq çox böyük bir effektlə keçirilir ki, bunun hər hansı bir alternativi yoxdur. Yəni, hal-hazırda bu yanaşmanı ortaya qoya biləcək potensial bir göstərici hal-hazırda mövcud deyil, lakin bu bizdə var. Yəni, bu Rəhman Poladın tarix dərslərində mövcuddur. Bizim həm testlərimiz, həm sual-cavab formatımız, eyni zamanda bizim ciddiyyətimiz, bizim motivasiyamız, bizim disiplinimiz bunu göstərir ki, biz uğura inşallah aylar sonra tam müvəffəq olacaq. Fevral ayı inqilab ayıdır. Fevral ayında keçən əsrin əvvəllərində inqilab baş verdi və dövlətlərarası münasibətlər, Rusiyanı və ümumilikdə beynəlxalq münasibətlər silkələyən hadisələr baş verdi. Romanovların 300 illik hakimiyyəti devrildi. Mən özüm də illər əvvəl müəllimlərin işə qəbul imtahanına hazırlaşarkən fevral ayında başlamışdım. Və mən çağırış edirəm ki, müəllimlərin işə qəbul imtahanına, sertifikasiya imtahanına hazırlaşan tarix müəllimləri, əgər bu vaxta qədər yanlış bir seçim edib, savadsız bir təlimçi ilə hazırlaşıblarsa və dərslərindən məmnun deyillərsə, yaxud da ki, indi bir start nöqtəsi götürmək istəyirlərsə, bunu bizimlə etmələri onların mütləq zəfərdən ayrılacağını xəbər verir. İyun və iyul aylarında onların qələbəsinin təntənəsi baş verəcəyindən xəbər verir. Odur ki, fevral qruplarımıza qeydiyyat prosesimiz davam etməkdədir və mən təxminən fevral ayının 8-i onun arasında artıq fevral qrupu dolacağına görə, yerlər tamamilə əhatə olunacağına görə böyük ehtimalla fevral qrupuna qeydiyyatı dayandırıb və mart qruplarına qeydiyyat prosesini başladacağam. Odur ki, qeydiyyatdan keçməyə tələsin. Biz qiyməti və digər məqamları tamamilə müvafiq etmişik, hər kəs üçün səmərəli etmişik. Mən hesab edəcəm ki, bu qədər böyük bir əziyyət, zəhmət, yəni dərslər, testlər, saatlar, Zoom platforması ilə, kurikulum saytında gördüyümüz işlərin müqabilində müəllimin zəhmət haqqı olaraq bizə ödədikləri onun maraqlarına xidmət edir. Buna görə də biz hesab edirəm ki, bizim işlərimiz həm mükəmməldir, həm də gözlənilən nəticələrə tam müvəffəq ola biləcək səviyyədədir. Və qeyd etdiyim kimi, mən sizə burada bir sıra məqamları göstərmişəm, həm proqram haqqında məlumat vermişəm, dərslərimiz nə zaman başlayacaq, nə zaman yekunlaşacaq. Daha sonra mən kurikulum az saytından müəyyən qeydlər göndərmişəm sizə testlərimizdən bağlı, dərslərimizdən bağlı. Orada görürsünüz, müxtəlif otaqlar var. Ümumi tarixi video izahlar, Azərbaycan tarixi video izahlar. Daha sonra Zoom sual cavabları, xəritə testləri, əjdaha sınaqlar və digər qovluqlar mövcuddur ki, onların hamısı da bizim müdavinlər tərəfindən işləniləcəkdir. Və biz proqramı bitirdikdən sonra may ayının 25-dən sonra biz
bir ay müddətində iyun ayının sonlarına qədər hər gün dərs keçməklə təkrar prosesimizi tam əhatə edəcəyik. Bizim işimiz bundan ibarətdir. Biz abituriyent xidmətində sektorunda fəaliyyət göstərmirik. Biz mix sertifikasiya formatında işlər görürük və bütün resurslarımız, bütün testlərimiz, sual-cavab kontekstimiz və indeksimiz buna cəmlənibdir. Və şəxsən özüm Rəhman Polad olaraq yayda, iyun və iyul aylarında sertifikasiya imtahanında və müəllimlərin işə qəbul imtahanında iştirak edəcəyəm və mənim gözləntim bu dəfə respublika birincisi olmaqdır. Və kimlər ki bizim ardımızca gələcəklər, bizim yanımızca gedəcəklərsə, onlarla biz əlbəttə ki, uğura aparacağıq. Çalışan və düzgün seçim edən hər kəsə müvəffəqiyyətlər arzulayıram. Beləliklə, müəllimlərin işə qəbul imtahanı və sertifikasiya imtahanına hazırlaşan hörmətli tarix müəllimləri, mən fikirlərimi ümumiləşdirmək istəyirəm və qeyd etmək istəyirəm ki, bizim tarix fənni üzrə mix sertifikasiya hazırlıqlarının fevral qrupuna qeydiyyat prosesimiz davam etməkdədir və dərslərimiz fevralın 8-dən etibarən başlanılacaq. Həftədə 3 dəfə olacaq. Mayın 25-də proqramı başa çatdıracağıq. Mayın 25-dən iyun ayının sonlarına qədər biz tam əhatəli hər gün dərs keçməklə təkrarımızı çox daha möhkəm bir formada başa çatdıracağıq. Dərslər Kurikulum az saytı və Zoom platforması vasitəsilə həyata keçirilir. Zoomda 90 dəqiqə ərzində müəllimlər sual cavab olunur. Hər müəllimin vaxtı ölçüsü olur və hər müəllimə düşən sual payı 40-50-dir. Lakin ümumilikdə digər müdavimlərə, müəllimlərə verilən suallardan da bütün müəllimlər yararlandığına görə ümumilikdə dərs prosesi zamanı 2000-3000 sual cavabdan söhbət gedir. Və Zoomda edilən sual cavab da ekran kaydı olaraq həmin qrupun, fevral qrupunun Kurikulum saytına yerləşdirilir və saytda müəllim dərsin həm mövzusunu, həm testini, həm də eyni zamanda Zoomda edilmiş sual cavabı görə bilir. Ortaya qoyduğumuz bu yanaşma tamamilə alternativsizdir, bənzərsizdir və bunu icra edən bir şəxs gedib respublika səviyyəli yer tutacaq. Mən özüm illərin təlimçisiyəm və mən hesab edirəm ki, qeyd etdiyim məsələlərə, göstərişlərimə, tapşırıqlarıma sözsüz riayət edən, vaxtında qeyd olunanları yerinə yetirən müdavimlər gedib mütləq şəkildə uğur qazanacaqlar. 5 ildir ki, bu proseslə məşğulam. Özüm 2023-cü ildə respublika ikincisi olmuşam və 2024-cü ildə müdavimim respublika birincisi olub, 2025-ci ildə müdavimim respublika üçüncüsü olub və bu il və ümumiyyətlə son bütün illər ərzində olan test tapşırıqları ki, müəllimlərin işə qəbul imtahanında istifadə olunan test tapşırıqları mənim test tapşırıqlarımla tamamilə yaxınlıq təşkil etməsinə fərqlənir və bunu tarix ictimaiyyəti bilir. Hər birinizə müvəffəqiyyətlər.